Dövlət Təhlükəsizlik Xidməti Qax rayon icra hakimiyyətində əməliyyat keçirib. İcra başçısı, müavinləri və bir sıra vəzifəli şəxslər həbs olunub. Ümumiyyətlə, Azərbaycanda korrupsiyaya qarşı çox ciddi mübarizə aparılır. Son 5-6 il ərzində Azərbaycanda korrupsiya ilə mübarizə istiqamətində keçirilən əməliyyatlarla həbs olunan icra başçılarını xatırlatmaq istəyirəm. Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev 2019-cu ildə müavini Ramiz Tatarovla birlikdə həbs edilmişdi. Hörmətli tamaşaçılar, yəqin ki, bunu xatırlayırsınız. Həmin icra başçısı Nizaməddin Quliyev 2021-ci ildə koronavirusdan vəfat elədi. Ramiz Tatarov isə bir müddət əvvəl şərti azadlığa buraxılıb. Bundan başqa, Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov da 2019-cu ildə saxlanılan yerli icra hakimiyyəti başçıları sırasındadır. O, 2023-cü ildə azadlığa buraxıldı, bir müddət sonra isə vəfat elədi. Neftçalanın sabiq icra başçısı İsmail Vəliyev isə 2020-ci ildə həbs olunmuşdu. Onun cəzası 10 ildən 6 il 2 aya qədər azaldılıb. O 10 il həbs cəzası almışdı. Sonra onun cəzası apellyasiya şikayətlərindən sonra 6 il 2 aya qədər azaldılıb. Dövlət Təhlükəsizlik Xidməti 2020-ci ildə İmişli rayonunda əməliyyat keçirmişdi. İmişli rayon icra hakimiyyətinin sabiq başçısı William Haziyev həbs olunmuşdu. Ona istintaq başa çatdıqdan sonra məhkəmə tərəfindən 12 il həbs cəzası verilsə də, Ali Məhkəmə cəzanı 8 il 6 aya qədər endirib. Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev də 2020-ci ildə saxlanılan icra başçıları sırasındadır. O, 11 illik həbs cəzasına məhkum edilsə də, Ali Məhkəmə onun da cəzasını 8 il 3 aya qədər azaldıb. 2020-ci ildə həbs olunan daha bir rayon rəhbəri Cəllabadın sabiq icra başçısı Namiq Zeynalovdur. Cəzası 12 ildən 11 il 9 aya endirilən Namiq Zeynalov hazırda həbsdədir. Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov da həbs olunanlar sırasındadır. O 2020-ci ildə həbs olunmuşdu, 2025-ci ildə isə azadlığa çıxıb. 2021-ci ildə isə Şəmkir rayonunun sabiq icra başçısı Alim Paşa Məmmədov həbs olunub. Alim Paşa Məmmədova 11 il 6 ay həbs cəzası verilmişdi. Daha sonra onun cəzası 10 ilə yendirilib.